Başlayaq. Bir daha salam, əziz müəllimlər. Biz bugün genetikanın artıq üçüncü mövzusuna başlayırıq. Çünki əvvəlki dərslərimizdə Mendel qanunları ilə, Morgan qanunu ilə, həmçində ilişikli irsiyyətlə tanış olmuşduq. Bugün isə başlayırıq cinsiyyətin genetikasına. Və hər zaman olduğu kimi, qoy deyim, burada yeni müəllimlər də var. Ona görə biz həmişə dərslikdən mütləq şəkildə oxuyuruq. Dərslikdən səhifələri qeyd eləyin. 10-cu sinif dərsliyindən səhifə 171 və səhifə 174-də daxil olmaqla ora qədər və 9-cu sinif dərsliyindən səhifə 186, 189 da daxil olmaqla mövzuları öyrənəcəksiniz. Həmçinin hər dəfə, daha mən bunu hər dəfəsində demirəm, həm dimdən, həm güvəndən, həm taimdən, həm bizim öz həmmüəllif olduğumuz digər test vəsaitlərindən, digər taim, ABC Akademiya, Hədəf kursunun kitabı və eyni zamanda dəyərin və digər test vəsaitlərinin kimin əlinin altında nə var? Bilirəm ki, hamınızda da hamısı var. Onların hamısından işləyirsiniz. Yəni, maksimum dərəcədə kim nə qədər çox praktik olaraq test tapşırığı yerinə yetirirsə, onun da nəticəsi bir o qədər uğurlu olur. İndi isə başlayaq mövzunun izahına. Bugün başlayırıq cinsiyyətin genetikası ilə. Biz keçən dərsimizdə öyrəndik ki, ilişikli irsiyyəti öyrəndik və dedik ki, genlər həm müxtəlif homoloji xromosomların üzərində yerləşə bilər, həm də eyni xromosomların, eyni homoloji xromosomların üzərində yerləşə bilər. Əgər müxtəlif homoloji xromosomların üzərində yerləşirsə, bu zaman Mendel qanunlarını tətbiq edirik. Əgər eyni xromosomların üzərində yerləşirsə, o zaman isə bizim işimizə Morgan qanunları yarayacaq. Və bəs cinsiyyətin genetikası nədir? Xromosom yığımına görə orqanizmin cinsiyyətinin müəyyən olunması cinsiyyətin xromosoma görə təyini adlanır. Deyə bilərsiniz ki, ay müəllimə, cinsiyyəti bəs başqa xromosomdan başqa nəyə görə təyin eləyə bilərik ki, siz deyirsiniz ki, xromosom yığımına görə biz orqanizmin cinsiyyətini təyin eləyirik. Başqa nəyə görə eləmək olar? Təbii ki, başqa ünsürlərə görə də cinsiyyəti təyin eləmək mümkündür. Məsələn, buna nümunə olaraq göstərə bilərik ki, bəzi həlqəvi qurdlar var ki, onlarda qohumların sayı az miqdarda olduqda erkək fərdlər yaranır. Lakin yaşlandıqca onlarda qohumların sayı artır və onlar artıq dişi fərdə çevrilirlər. Və yaxud bədən ölçüsünün özünün belə cinsiyyətə təsiri var. Məsələn, bəzi soğanaqlı bitkilərdə soğanaqlar iri olduqda dişi çiçəkli bitkilər, kiçik olduqda isə erkək çiçəkli bitkilər əmələ gəlir. Və yaxud dənizdə yaşayan bir sıra xortumlu bitkilər var. Heyvanlar var. Onlar yumurtalarını suya buraxırlar və bunların bir qismi də yapışır həmin heyvanın, ananın xortumuna. Xortuma yapışanlardan erkək fərdlər əmələ gəlir, sərbəst surətdə suya buraxılanlardan isə dişi fərdlər əmələ gəlir. Hətta temperaturun belə cinsiyyətdə mühüm təsiri var. Məsələn, sürünənlərin bəzi növlərində temperaturun bircə dərəcə fərqli olması həmin yumurtadan erkək və ya dişi fərdin əmələ gəlməsinə təsir göstərə bilər. Və biz bunları artıq modifikasiya dəyişkənliklərində daha geniş öyrənəcəyik. Lakin indi biz məhz xromosom yığımına görə orqanizmin cinsiyyətinin müəyyən olunmasından danışırıq. Hansı ki, əksər canlılarda, hansı ki, onlar cinsiyyətli yolla, cinsi yolla çoxalırlar, biz cinsiyyəti məhz buna görə təyin eləyəcəyik. Gəlin əvvəlcə xromosomlara baxaq. Biz bilirik ki, diploid orqanizmlərdə hər bir xromosomun daha bir oxşarı olur və biz bunları homoloji xromosomlar adlandırırıq. Məsələn, triploid olsaydı, bunu biz ontogenezdə də artıq danışmışıq, artıq bilirsiniz. Bilirsiniz ki, triploid olsaydı orqanizm bir xromosomun daha necə oxşarı olacaqdı? 2 oxşarı olacaqdı. Bəli. Tetraploid olsaydı bir xromosomun daha neçə oxşarı olacaqdı? O zaman bəli, 3 oxşar olacaqdı. Doğrudur müəllimlər. Bəli, eynən. Yəni siz artıq bunları bilirsiniz və karyotipin də nə olduğunu bilirsiniz. Somatik hüceyrədə bir nüvədə olan xromosomların cəmini biz karyotip adlandırırıq. Baxın, burada insanın karyotipi verilmişdir və insanın bilirik ki, bir nüvəsində, somatik hüceyrəsinin bir nüvəsində, yəni onun karyotipində 46 ədəd, yəni 23 cüt xromosom vardır. Və fikir versəz, görəcəksiniz ki, bunların 22 cütü
kişi və qadın orqanizmində fərqlənmirlər. Biz bunları autosom xromosomlar adlandırırıq. Yəni kişidə də, qadında da onlar quruluşuna görə eynidir, heç nə ilə fərqlənmirlər. Lakin bir cüt xromosom var ki, onlar kişi və qadın orqanizmində bir-birindən fərqlənirlər. Bax, fərqlilik verən bu xromosomları cinsiyyət xromosomları adlandırırıq. Qadınlarda cinsiyyət xromosomları da digər autosom xromosomlar kimi homoloji cüt əmələ gətirir. Onları biz şərti olaraq XX xromosomları adlandırırıq və belə orqanizmləri, yəni homoloji cüt əmələ gətirən orqanizmləri homoqamet orqanizmlər adlandırırıq. Lakin indi gəlin kişinin cinsiyyət xromosomlarına baxaq. Fikir verin, biri X formasındadır, digəri isə bir çiyinlidir və bunu şərti olaraq Y cinsiyyət xromosomu adlandırırıq. Bu təkamüldə əmələ gəlmiş bir uyğunlaşmadır. İlk yaranan dövrlərdə o da eyni X xromosomu kimi olmuşdur, sonra isə qısalma getmişdir və o çiyninin birini itirmişdir. Hətta təkamüldə biz bilirik ki, elə canlılar var ki, onlarda ümumiyyətlə Y xromosomu tamamən itmişdir. Yalnız bir ədəd cinsiyyət xromosomuna malikdir və biz onları monoqametlər adlandıracağıq. İndi gələcək irəlidə bu barədə danışacağıq. Lakin burada isə bir çiyinli olduğuna görə biz bunu XY şəklində adlandırırıq və onlar homoloji cüt əmələ gətirmirlər. Cinsiyyət xromosomları homoloji cüt əmələ gətirməyən canlıları isə heteroqamet adlandırırıq. Yəni insanın üzərindən danışırıqsa, kişilər heteroqamet, qadınlar isə homoqametlərdir. Və biz buradan necə bir nəticədə çıxartmış olduq? Deməli, bir X xromosomu ilə yaşayan canlılar yer üzündə olduğu halda bir Y xromosomu ilə yaşayan canlılar yoxdur. Bunun səbəbi nədir? Bunun da yenə bioloji əhəmiyyəti vardır. Səbəb ondan ibarətdir ki, müəllimlər, X xromosomunun üzərində daha çox genlər yerləşir və daha çox həyati əhəmiyyətli genlər yerləşir. Məsələn, məlum olmuşdur ki, X xromosomunun üzərində 1100-ə qədər, bəlkə də 1100-dən bir qədər artıq gen yerləşir. Lakin Y xromosomunun üzərində isə təqribən 78 ədəd gen yerləşir, hansı ki, o da 23 və ya 28 əlaməti idarə edir. Gördüyümüz kimi daha çox genlər və daha həyati əhəmiyyətli genlər Y xromosomunun, üzr istəyirəm, X xromosomunun üzərində yerləşdiyinə görə biz təbiətdə bir X xromosomu ilə yaşayan canlıları görsək də, bir Y xromosomu ilə yaşayan heç bir canlıya rast gəlməyəcək. Adicə lap patoloji hal olsun. Çerşevski-Terner sindromu yəqin ki, yadınızdadır, düzdür? Onun bir dənə X xromosomu var. Nə olsun ki, patologiyadır, amma o yaşayır, o həyatda salamat qala bilir və yaxud indi monoqametlərdən danışacağıq. Deyəcəyik ki, çəyirtkələrdir, taxtabitilərdir. Bunların erkək fətləri monoqametdir, yəni bir ədəd X-a malikdir. Daha doğrusu erkək fərdləri bir ədəd X-a malikdir, dişi fərdləri isə 2 ədəd X-a malikdir. Amma güvələrdə əksinə dişi fərdləri bir ədəd X-a malikdir, erkəkləri isə 2 ədəd X-a malikdir. Yəni bir ədəd X-la onlar yaşamaq qabiliyyətinə malikdirlər. Bir də müəllimlər onu da qeyd edeyim ki, X xromosom ümumiyyətlə dedik ki, cinsiyyət xromosomlarının üzərində cinsiyyəti müəyyən eləyən genlər yerləşir. Lakin bu o demək deyil ki, o xromosomların üzərində yalnız cinsiyyətlə bağlı genlər yerləşir. Xeyr, onların üzərində digər başqa əlamətləri də idarə eləyən genlər yerləşir, hansı ki, bu zaman onlar X xromosomu ilə və yaxud Y xromosomu ilə baxır hansının üzərində yerləşməsindən asılı olaraq ilişikli surətdə nəslə ötürülə bilərlər. Bu barədə də danışacağıq. Bax, yine buna bir nümunə olaraq indi yadıma düşmüşkən qoy deyim sizə. Məsələn, biz niyə deyirik ki, intellekt genlərini oğlan uşaqları yalnız anasından alır? Qızlar həm anasından alır, həm atasından alır. Amma oğlanlar təkcə anadan ala bilir intellekt genlərini. Ona görə də deyirlər ki, görürsüz, yəhudilər belə ağıllı millətlərdən biridir də, onlar ana xəttini daha əsas tuturlar. Çünki bilirlər ki, ağıl, intellekt məhz anadan ötürüləcək oğlan uşaqlarına. Niyə? Çünki oğlan uşaqlarının bircə dənə X xromosomu var. Onu da kimdən alıb? Anasından alıb.
Bəli, yəni gördüyümüz kimi burada həm də biz digər genlərin X xromosomunun üzərində yerləşməsini deyə bilərik. Və yaxud başqa burdan daha necə suallar gələ bilər sizə? Bunu düzdür, ontogenezdə də demişdik, amma gəlin bir dənə yadımıza da salaq. Məsələn, tutaq ki, sizə sual verilir ki, somatik hüceyrədən xromosom müxtəlifliyini necə hesablayırsınız? Hə, müəllimlər cavab vermək istəyən varsa buyursun. Somatik hüceyrədə xromosom müxtəlifliyi necə hesablanır? Buyurun. Deyə bilərəm. Buyurun Deyə Aysel bilərəm. müəllimə. Buyurun əzizim, buyurun. Məsələn, əgər canlı homoqamit olarsa, yəni Bəli. XX isə, onda somatik hüceyrədəki xromosom müxtəlifliyi ilə haploid sayı bərabər olur. Bəli, doğrudur. Yəni Yəni eyni qadında qədər olacaq. Deməli, eyni qədər qadında olur. Aysel müəllimə neçə dənə somatik hüceyrədə neçə dənə 20, xromosomu? 20 23. Çünki eni 23-dür. Bəli, və qadın homoqametdir. Doğrudur. Bəs Aysel müəllimə heteroqametlərdə necə hesablayacaq? demək, heteroqamitlərdə isə somatik hüceyrə dediyimiz üçün, orada həm X, həm Y cinsiyyət xromosomu olduğu üçün, ona görə də haploid saydan bir vahid çox olur. Yəni Bəli, N üzərinə düstur kimi? Bəli, eynən, bəli. N plus 1. Deməli, kişidə neçə xromosom müxtəlifliyi olacaq? 24. 24, 23 haploid saydır. Bir dənə də əlavə eləyirik və Aysel müəllimənin də çox düzgün izah elədiyi kimi, çünki kişilərdə 2 ədəd müxtəliflik var. Baxın, X və Y. Bu ikisi cinsiyyət xromosomları 2 müxtəliflik verir. Ona görə də biz haploid saydan bir artıq olduğunu deyirik. Deməli, N-dən biz elə bil ki, bunlardan ikisi cinsi müxtəliflikdir. Ən çox 2 qədər isə autosom müxtəliflikdir. Qadınlarda isə elə ən çox 1 qədər autosom müxtəliflik var, amma N plus bir də üstünə gəlirik, o bir dənə də cinsi müxtəlifliyi verəcək. Bəli, deməli 22 autosom müxtəliflik bu kişidə də, qadında da eyni qədərdir. Baxın, bax bu bir cüt bir müxtəliflik verir. İkisi bir-birinin oxşarıdır da, düzdür? Deməli ikisi bir müxtəlifdir. Bu ikisi bir-birinin oxşarıdır. Bax bu 15-ciyə baxın, 2 dənəsi eynidir. Deməli bu ikisi bir müxtəliflik verir. Bu şəkildə 22 dənə autosom müxtəliflik və qadında bir dənə də bu cinsi müxtəliflik. Deməli haploid sayı 23-dür. Elə 23 dənə də müxtəliflik var. Amma kişidə isə fikir versəz görürsüz ki, 22 müxtəliflik bu öz yerində qalır. Lakin cinsiyyət xromosomu, bax burada göstərirəm, gördüyünüz kimi bu cinsiyyət xromosomu bu cinsiyyət xromosomundan fərqlidir. Hərəsi ayrı müxtəliflik verir. Ona görə mən 22-nin üstünə 2 gəlməliyəm. O da neçə eləyir? 24. Bu da haploid saydan bir vahid artıqdır. Ona görə düstur şəklində müəllimlər yadınızda saxlayın bunu. Homoqametlərdə somatik hüceyrədə xromosom müxtəlifliyi n qədərdir, yəni haploid xromosom dəsti qədərdir. Heteroqametlərdə isə n plus 1 düsturu ilə hesablayacağıq. Yəni haploid sayından bir vahid artıqdır deyəcəyik. Çünki onlarda dediyim kimi heteroqametlərdə homoloji cüt əmələ gətirmir cinsiyyət xromosomları. Hərəsi ayrı-ayrı müxtəliflik verir. Bəli, doğru. Sonra başqa cür sualı dəyişib, məsələn, belə qoyurlar. Deməz ki, somatik hüceyrədə xromosom müxtəlifliyi. Deyər ki, cinsiyyət hüceyrələrində xromosom müxtəlifliyi nə qədərdir? Bəs onda necə hesablayarsınız müəllimlər? Cinsiyyət hüceyrələri və ya qametlər fərqi yoxdur da, eyni anlama gəlir. Onlarda xromosom müxtəlifliyini necə hesablayarsınız? Deyim mən Könxan. Buyurun müəllimə. Kimsə deyirsə desin, buyursun. Yox, deyil. Siz qoçaqsınız. Aha. Haploid sayı bərabər olacaq elə qametdə nə qədərdirsə o qədər müxtəlif. Bəli. İstər heteroqamet olsun müəllimlər, istəyir homoqamet olsun, fərqi yoxdur. Hər bir halda onlarda qametdə və ya cinsiyyət hüceyrələrində xromosom müxtəlifliyi hər zaman n-ə, yəni haploid saya bərabərdir. Aysel müəllimə, izah eləyə bilərsinizmi nə üçün? Çünki Könxan hər bir xromosomdan biri düşür də qamet.
yəni Aha, haploid sayı. Yəni ona görə bəli, müəllimlər, qametlər meyoz nəticəsində yaranır heyvanlarda. yaranır. Və meyoz zamanı biz bilirik ki, anafaza mərhələsində homoloji xromosom cütləri neynir? Bir-birindən ayrılır. Hərəsi gəlir bir qametə düşür. Bax bu cüt deyil, bax bu bir cüt. Bunun ikisi də eyni vaxtda qametə düşməz. Biri gəlib düşəcək bir qametə, o biri o birisinə. Məsələn, bizim 46 xromosomumuzun müəllimlər 23-ünü anamızdan almışıq, 23-ünü atamızdan almışıq. O homoloji cütləri biri atamızdandır, biri anamızdandır. Eləcə Bu də təsadüfi məsələn, şəkildə olur. Təsadüfi bəli, şəkildə olur bunların, bəli, bəli. bəli, təsadüfi şəkildə onlar qametlərə düşürlər. Doğrudur. Bunu dəyişkənliyi keçəndə, kombinativ dəyişkənliyi keçəndə də demişik. Və baxın, indi burada 2 dənə x, y şəklindədir. Axı qametə ikisi bir yerdə gəlib düşməyəcək. Mən deyim ki, 2 dənə müxtəliflik oldu. Xeyr, ya x düşəcək qametə, ya y düşəcək. İkisindən biri düşəcək. Ona görə də müxtəliflik elə eyni qədər haploid sayı olaraq qalır. Deməli, müəllimlər bir daha üzərindən gedirik, altını çizirik. Somatik hüceyrədə xromosom müxtəlifliyi homoqametlərdə n, heteroqametlərdə isə n plus 1 düsturu ilə hesablanır. Qametlərdə və ya cinsiyyət hüceyrələrində xromosom müxtəlifliyi istəyir homoqamet olsun, istəyirsə də heteroqamet olsun. Hər bir halda n qədərdir. N burada haploid xromosom dəstini bildirir. Bəli, doğrudur. Təşəkkür edirəm Aysel müəllimə. Çox sağ olun. Buyurun, Davam xoş edirik gəlmisiniz. müəllimlər. Biz həm də onu da deməliyik ki, cinsiyyət erkək və ya dişi fərdlərin əmələ gəlməsi, düzdür, təbiətdə hermafrodit fərdlər də var, amma biz indi ayrı cinslərdən danışırıq da təbii olaraq. Erkək və ya dişi fərdlərin əmələ gəlməsi hər zaman birin birə nisbətindədir. Nə üçün? Baxın, qadının xromosom dəsti 2n46, kişidə də 2n46 və dedik ki, onun 44-ü autosomdur. Kişi və qadında fərqlənmir. Bir cütü isə cinsiyyət xromosomlardadır. Qadınlarda XX, kişilərdə XY şəklindədir. İndi bunlar qamət verir. Qamət meyoz nəticəsində yaranır. Meyoz zamanı xromosom dəsti yarıya enir. Yəni 46 düşür 23-ə. 2n düşür n-ə. 23-dən müəllimlər onu da qeyd eləyək ki, bu da daha rahat bir yoldur. Bax bu əmsal, bax diploid dəstə demirsiniz, 2n-dir. 2n nə deməkdir? Yəni bir xromosomun daha bir oxşarı var. Yəni onlar 2-2 birləşərək fərqliliklər verirlər. Həmin bu əmsal cinsiyyət xromosomunun sayını göstərir. Çünki necə ki, məsələn, mənim göz rəngim, tutaq ki, deyirəm də, birinci xromosomun üstündədirsə, deməli, o bir cüt, bu ikinci də, birincidən axı bu bir cütdür, düzdür? Birinin bir dənə də oxşar var. Deməli, bunun üzərində A geni, tutaq ki, göz rəngimin genidirsə, deməli, bunun da üzərində A geni, göz rəngimin geni yerləşəcək də allel genlər deyirik bunların. Homoloji xromosomların üzərində yerləşən genlərə allel genlər deyirik. Allel genlər, yəni orada qeyri-allel genlər də yerləşə bilər, amma təbii ki, eyni sahəsində, eyni lokusunda yerləşirsə və eyni əlaməti idarə edən alternativ genlərdirsə, biz onları allel genlər adlandırırıq. İndi burada da cinsiyyət xromosomundan axı 2 dənədir. Düzdürmü? Deməli, cinsiyyəti idarə edən gen, əgər bu xromosomun, bax bu X-in üstündədirsə, deməli o birinin də üstündə olmalıdır. Diploid olduğu üçün bir xromosomundan bir dənə də oxşar var. 2-2-dir. Ona görə biz onları 2n deyirik və bu əmsal 2 oldu cinsiyyət xromosomunun sayı. O indi haploid olanda düşdü n-ə. N əmsal 1-dir də, düzdürmü? Bir əmsal heç vaxt yazılmaz. Deməli, burada neçə dənə cinsiyyət xromosomu olacaq? Bir dənə, bəli, əmsal hər zaman, məsələn, tetraploid canlıda, 3n canlıda cinsiyyət xromosomunun sayı neçə olacaq müəllimlər? 3. 3, müəllim, 3. bəli, doğrudur Nuranə müəllimə. Tetraploid olsaydı neçə olacaqdı? 4 olardı, 4. Bəli, doğrudur. Deməli, əmsal, bu n-in qabağında yazılan rəqəm bizə cinsiyyət xromosomunun bəli, sayını göstərir. Doğrudur. Çox sağ olun Nurani müəllimə. Deməli, burada da 2 dənə cinsiyyət xromosomu var. 46-dan ikisi cinsidirsə, yerdə qalan 4-ü autosomdur. Bu şəkildə də 23 qamət
Qametə 23-ü düşdü, yarıya endi, haploid saya endi, əmsal oldu 1, bax n bərabərdir 23, əmsal 1-dir. Deməli, cinsiyyət xromosomunun sayı neçə dənədir? 1 dənədir. Yerdə qalan 22-si nədir? Autosomdur. Deməli, 22 plus, bəli, x şəklində verdi qaməti. Kişilər isə heteroqamet olduğuna görə 2 sort qamet sortu verirlər bizə. Ya 22 plus x, görürsüz, yalnız x düşdü. İkisindən biri düşə bilər. Ya da 22 plus y düşdü. Və mayalanma zamanı qametlər neynir? Təsadüfi olaraq birləşirlər. Əmələ gələn ziqotda say bərpa olunur. 2n yerinə 46 olur. 44 plus x-la x birləşibsə, yumurta hüceyrənin x-i, x daşıyan spermatozoidlə birləşibsə, XX, yəni qız övladı dünyaya gəlir. X daşıyan yumurta hüceyrə, ki zaten yumurta hüceyrə başqa heç nə daşıya bilməz. Y daşıyan spermatozoidlə birləşirsə, o zaman isə XY, yəni oğlan uşağı dünyaya gəlir. Deməli, qız və ya oğlan uşağının dünyaya gəlməsi birin birə nisbətindədir. 50%, 50%. Ona görə də müəllimlər, yenə də sizin qarşınıza məsələlər çıxacaq və o məsələlərdə sizə məsələn tutaq ki, adətən bunu cinsiyyətlə ilişiklilərdə qız və ya oğlan olduğu görünür. Orada tətbiq eləməyəcəksiniz. Amma autosom xromosomlarla ötürülən xəstəliklərdə, tutaq ki, talassemiyada deyir ki, 2 daşıyıcı valideynin xəstə qız övladının doğulma ehtimalı neçədir? 2 daşıyıcını çarpazlaşdırdınız. Böyüyə, kiçik yanı çarpazlaşdırdınız böyüyə, kiçik yanı. Bilirsiniz ki, talassemiya, indi danışacağıq da gələcək dərslərimizdə bu barədə, autosom resessiv xəstəlikdir. Nə əmələ gəldi? Böyüyə, 2 pay böyüyə, kiçiyə. Hansıdır xəstə? Kiçiyə. Bu xəstədir. 4-dən 3 ehtimal oldu xəstə. Bir də axı sizə deyir qız uşağının xəstə qız və ya xəstə oğlan. Deməli, onda nə edəcəksiniz Nuranə müəllimə? O 4-də 3-ü birdə neçəyə vuracaqsınız? 2-də 1-ə müəllimə, 2-də 1-ə. 2-də 1-ə, bəli. Çünki dediyimiz kimi 2-də 1 ehtimalla qız doğula bilər. 2-də 1 ehtimalla oğlan uşağı doğula bilər. Və 4-də 3-ü 2-də 1-ə vurandan sonra deyəcəksiniz ki, 8-də 3 Amma ehtimalla Münir müəllimə, orada 4-də 3-ü vururuq, 4-də 1-i vururuq. 4-də 4-də 1, 1 bəli. Xəstəni soruşub sonra sağlamlara keçdim. Bəli, düzdür. 4-də 1 ehtimalla kiçiyə yaranır, xəstədir. Xəstə qız dediyinə görə fərqi yoxdur. Oğlan da deyə bilər, eynidir. Vuracaqsınız 4-də 1-i 2-də 1-ə, doğrudur. Deyəcəksiniz 8-də 1 ehtimalla xəstə qız və ya xəstə oğlan doğula bilər. Bəli, doğrudur. Çox sağ olun Nuranə müəllimə. Davam edirik müəllimlər. Biz deməli dedik homoqametlik nədir dedik. Orqanizm eyni tipli qamet əmələ gətirirsə bunlar homoqametdir. Müxtəlif tipli qamet sortu əmələ gətirirsə bunlar heteroqametdir. Və indi gəlin bir də baxaq bunlar kimlərdir. Burada da görürsüz müəllimlər, bax 10-cu sinif dərsliyində sizə göstəribdir. Onu mən verəcəm. Hə. 10-cu sinif dərsliyində burada sizə göstəribdir bəzi canlıların karyotipini. Ona görə də ola bilər ki, məsələlərdə sizə mötərizədə sayını verməsin. Çünki deyəcək dərslikdə var, bilməlisən. İnsanda karyotipdə neçədir? 46 xromosomdur. Toyuqlarda nə qədərdir? 78-dir, 2-ni. Drozofil milçəyində nə qədərdir? 2-ni. 8-dir. Pişiklərdə 2-ni 38-dir. Sonra hansısa bir tapşırığın içində baxın şimpanzeni veribdir. 2-ni neçədir? 48-dir. Yəni ona görə də dərsliyi çox mükəmməl bilin. Əlavə nə oxuyacaqsınızsa indi o öz işinizdir. Amma əsas bizə lazımdır dərsliyi mükəmməl bilmək. Çünki dərsliyin hər bir küncündən, bucağından sizə suallar düşə bilər. İndi gəlin baxaq kimlərdir? Erkəklər heteroqamet olan canlılar. İnsanlarda, məməlilərdə ki, zaten insan da məməlilər sinfinin nümayəndəsidir. Suda, quruda yaşayanlarda xromosom yığımı drozofildə olduğu kimidir. Yəni necədir? Erkəklər heteroqametdir, dişilər isə homoqametdir. Bunu əzbərləmək lazımdır. Bəs dişiləri heteroqamet olanlar kimlərdir? Yəni erkəyi homoqamet olan deməkdir bu. Bunlar da quşlardır, əksər sürünənlərdir
Bir də kəpənəklərin bəzi növləridir. Kəpənəklərin bəzi növlərində həmçinin, məsələn, güvələr də bilirik ki, buğumayaqlılar tipinin, həşəratlar sinifinin pulcuq qanadlılar dəstəsinə aiddir, yəni kəpənək növüdür. Onlarda isə erkəklər XX, yəni homoqamit, dişilər isə X0, yəni monoqamitdir. Və monoqamit canlılarda iki tip cinsiyyət xromosomu yarana bilər. Onun amma birinə cinsiyyət xromosomuna X düşəcək, o biri isə cinsiyyət xromosomuna sahib olmayacaq. Qametində cinsiyyət xromosomu olmayacaq. İki tip qamet əmələ gətirəcək. Birində cinsiyyət xromosomu olacaq, X cinsiyyət xromosomu, o birində isə cinsiyyət xromosomu olmayacaq. Deməli, belə canlılarda da cinsiyyəti kim müəyyən eləyəcək? Həmin o monoqamet olan, yəni güvələrdə dişilər təyin eləyir cinsiyyəti. Heteroqametlərdə cinsiyyəti təyin eləyən heteroqametlərdir. Monoqametlərdə isə elə monoqametlərdir. Bəs quşlarda dedik, sürünənlərdə dedik, kəpənəklərdə dedik. Bəs kimlərdə əksinə, güvələrin əksinə olaraq dişilər monoqamet, erkəklər isə homoqametdir. Buna baxaq. Daha doğrusu erkəklər monoqamet, dişilər homoqametdir. Burada aiddir düz qanadlılar. Düz qanadlılar da kimlərdir? Çəyirtkələr, taxtabitilər, şalalar, sisəklər, dana dişilər, bunlar hamısı düz qanadlılar dəstəsinin nümayəndələridir. Bir də bura taxtabitiləri aid edə bilərik. Bilirsiniz, bura arıların adını niyə yazmayıblar? Çünki bir çox arı növlərində və qarışqa növlərində ümumiyyətlə cinsiyyət xromosomları olmur. Onlarda erkək arılar haploiddir. Çünki partenogenez nəticəsində əmələ gəlir. N haploid xromosom dəstinə malikdir. Lakin dişi arılar isə mayalanmış yumurta hüceyrədən yaranır. Onlarda modifikasiya dəyişkənliyi olaraq qidalanmadan asılı ya ana arılar ya da işçi arılar əmələ gəlir. Bunu da həm zoologiya kursunda danışacağıq, həm də modifikasiya dəyişkənliklərini dəyişkənliyi keçəndə danışacağıq. Bu barədə daha geniş, indi üzərində çox da dayanmaq istəmirəm. Bir də nəyi deyəcəm sizə? Bəzi bitkilərdə də cinsiyyət xromosomları olur. Məsələn, kənaf, maya sarmaşığı, elogeya kimi bitkilərdə dişilər homoqametdir, yəni XX cinsiyyət xromosomuna sahibdir. Erkəklər isə heteroqametdir, yəni XY cinsiyyət xromosomuna sahibdir. Çiyələkdə isə əksinə, necə ki o heyvanlardan, quşlarda, sürünənlərdə, kəpənəyin bəzi növlərində dedik dişilər heteroqametdir. Biz çiyələk üçün də belə deyəcəyik. Dişiləri heteroqametdir, yəni XY cinsiyyət xromosomuna sahibdir. Erkəkləri isə homoqametdir, yəni XX cinsiyyət xromosomuna sahibdir. İndi müəllimlər, tutaq ki sizə sual verilir. Deyir ki, çiyələk bitkisinin, ikiqat mayalanmanı artıq keçmişik də sizlə. Çiyələk bitkisinin endosperminin xromosom dəsti necə olar? Necə izah edərsiniz? Mən deyim müəllimə. Buyurun Nurani müəllim. Hə, müəllimə. O çiyələkdə müəllimə heteroqametli deyənə endospermdə də 2N olur da orada. O ancaq XY şəklində ola bilər də onun endospermi. Dişi erkəkdən ancaq X eyni xromosom gələ bilər. Diploid bitkilərdə Nuranə müəllimə, diploid bitkilərdə endospermin xromosom dəsti necə olur? Diploid bitkidə Endosperm nədən yaranır? endosperm 2 o qametin içindədir da müəllimə. Onda o haploid XY elə onun. Yox, endosperm nədən yaranır Nuranə müəllimə? Endosperm mərkəzi hüceyrə ilə sperminin mayalanmasından. mayalanması. Aha, əla. Mərkəzi hüceyrə kimdən gəlir Nuranə müəllimə? O dişidən gəlir. Dişidən gəlir. Dişidən gəlirsə, deməli çiyələyin mərkəzi hüceyrəsi necə ola bilər? XY heteroqametdir o. Mərkəzi hüceyrə hetero ola bilərmi? Bunları mən sizə izah eləmişəm. Ola bilməz. Niyə ola bilməz? Ola bilməz ki, xanım. Niyə ola bilməz Aysel müəllimə? Çünki biz demişik ki, ana hüceyrə, hüceyrə hissəsindəki ana hüceyrə meyoz bölünməyə məruz qalır.
Və o Aha, meyoz bölünmədə o makrosporun tərkibinə ya X bəli, keçə bilər, ya Y. bəli, Sonra bəli. o hüceyrənin mitozu, yəni ya X-ə ya Y-ə malik olan Aha, hüceyrənin mitozları baş verdiyi üçün, bəli, yəni ona görə də doğrudur. rüşeym hissəsindəki 8 hüceyrənin hamısı ya X olacaq, ya Y Bəli, olacaq. eynən, Yəni eynən. mərkəzi Baxın, hüceyrə, aha, baxın, lap burada çəkirəm. Aysel müəllimə çox gözəl izah verdiniz. Çox sağ olun. Baxın, buyurun, yadınızdan xoş. çıxıbdı yəqin. Bunu izah eləmişdik biz sizinlə. Baxın, tutaq ki, bu ana hüceyrədir. 2N-dir, düzdürmü? İki qat mayalanmanı keçəndə dedik ki, o birinci meyoz keçirdir. Meyoz nəticəsində 4 dənə hüceyrə əmələ gəlirdi və onlardan biri böyük olurdu, funksional makroqamet deyirdik ona, daha doğrusu funksional makrospor deyirdik ona. 3 dənə makrospor isə nə edirdi? Balaca olurdu. Onlar məhv olurdu. Həmin bu makrospor böyüyürdü, rüşeym kisəsinin içərisini doldururdu və biz indi ona nə deyirdik? Daha doğrusu yumurtacığın içərisini doldururdu. Biz ona nə deyirdik? Rüşeym kisəsi Dişi qat, deyirdik. Həmin o rüşeym dişi qametofit. kisəsinin içərisində, bəli, dişi qametofit deyirdik. Eynən doğrudur. Rüşeym kisəsi dişi qametofitdir. Düppədüz. Həmin o rüşeym kisəsinin içərisində 3 ardıcıl endomitoz gedirdi. 3 ardıcıl endomitoz gedirdisə, əvvəlcə tutaq ki, birincisi. Bu indi X2N idi və dişidir, çiyələkdən gedirsə söhbət. XY-dir, düzdürmü? Meyoz nəticəsində əmələ gələn hüceyrələrin ikisi X, ikisi də nə daşıyacaq? Y daşıyacaq. İndi bu Y daşıyan hüceyrə tutaq ki, oldu funksional makroqamet, makrospor və ya megaspor da deyə bilərlər buna müxtəlif ədəbiyyatlarda. Eyni anlama gəlir. Spordur zaten. Sadəcə olaraq ölçüsü böyükdür deyə erkəkdən fərqləndirmək üçün ya makrospor deyirlər, üzr istəyirəm, ya makrospor deyirlər ya da Bəli, megaspor deyirlər. Bəli, eyni anlama gəlir. İndi bu tutaq ki, oldu Y. X da ola bilərdi ya. Biz nə bilək ki, hansına nə təsadüfdür də bu. Tutaq ki, bu ikisi Y olardı, bu ikisi X olardı. İndi mən belə götürdüm ki, bura düşdü Y, hə? Tutaq ki, düşdü Y. Y düşüb. Bunu bir dəfə endomitoz keçirtdi. 2 dənə hüceyrə əmələ gələcək. Düzdür? Hər biri nə daşıyacaq müəllimlər? Bu mitozdan. Mitoz xromosom dəstini dəyişmir. Enə salır da Y, artıq. Bəli, Y, Y daşıyacaq. Meyoz keçirən bir hüceyrə təzədən meyoz keçirə bilərmi? deyil. Bilməz. Amma mitoz keçirəcək. 3 ardıcıl mitoz. Bunlar hər biri oldu Y. Sonra ikinci bir də endomitoz keçirdi. Hər biri 2 yerə bölündü, oldu 4 dənə. Y. Hər birindən 4 dənə. Bir də keçirəcək. Nəticədə 8 dənə hüceyrə əmələ gələcək içəridə, düzdürmü? Hər biri də nə daşıyır? Y daşıyır. O qədər də səliqəliyəm ki, Y-lərin belə can alırım. 4 dənəsi Əsas yuxarı qütbdə, bəli, əsas oda siz başa düşürsünüz. 4 dənəsi də aşağı qütbdə. İndi müəllimlər, yuxarıdan biri, aşağıdan da biri gəlir mərkəzə. 2 dənə Y mərkəzdə birləşir. Y. Bax bu hüceyrəyə nə deyirik müəllimlər? Mərkəzi Mərkəzi hüceyrə. hüceyrə. Müəllimlər, mərkəzi hüceyrə ola bildimi heteroqamit? Ola bilmədi. Əgər bura burada bölünmədən, əgər buna X düşmüş olsaydı nə olacaqdı bunların hamısı, 8-i də? X. Daşıyır. olacaqdı. Deməli, deməli, bəli, artıq yadınıza düşdü, hə Nuranə müəllimə? Deməli, mərkəzi hüceyrə heç vaxt heteroqamit ola bilməz. O ya XX daşıyır, ya Y daşıyır. Tamam, bu aydın. Mərkəzi hüceyrəni bildik. İndi bu çərtkə nə idi? Çiyələyin erkəyi də homoqamitdir. XX-dir, düzdürmü? Erkəyin Tamam. spermisi nə daşıya bilər? Nəyi var Ancaq ki? X. X-dan başqa heç nəyi yoxdur. Deməli bu X gəlib Y mayalandıracaq. Endosperm olacaq X. Düzdürmü? Düz. Bəli. Bəs indi əgər mərkəzi hüceyrəsi XX olsaydı, endosperm necə olacaqdı? 3 dənə Yenə də X olardı. 3 dənə X. Bəli, doğrudur. Deməli, endospermin xromosom dəsti çiyələkdə ya XXX olacaq, ya da XX YYX olacaq. Bax, bu ikisindən biri olacaq. Tutaq ki, sizə şərt qoyur. Şərtdə deyir ki, makrospor və ya megaspor fərqi yoxdur. X daşıyır. X daşıyırsa
O zaman siz bunlardan ikisini birdən seçə bilməzsiniz variantların içində. Hansını 3x-i seçəcəksiniz? seçirik. Bəli, 3x. Birinci. Hə. Bəli. Bəs makrospor Y daşsaydı hansını seçəcəydiniz? İkincini Y. İkincini. X. Bəli, Bəli. doğrudur. İndi tutaq ki, çiyələk deyil, deyir ki, maya sarmaşığıdır. Hə? Maya sarmaşığının endospermi necə olar müəllimlər? Maya X sarmaşığında müəllimə. Homogamit. dişilər XX-dır, bəli. Erkəklər nədir? Mərkəzi hüceyrə ancaq XY. XX. Aha, bəli. Deməli, bunun mərkəzi hüceyrəsi ancaq XX ola bilər, düzdürmü? Permisi nə ola bilər müəllimlər? Bəli. Ya X ya Y. Ya X, ya Y. Deməli, ya X-la birləşə bilər XX, ya da Y ilə birləşə bilər. Deməli, endosperm ya XXX olacaq, ya da XX, Y olacaq. Bəli, doğrudur. Aydındır bura qədər müəllimlər? Bəli müəllim, aydın. Tamam, nə gözəl. Hamıya aydındırsa, o zaman davam eləyək. Bunu bildiniz. Super. Demək müəllimlər, biz dedik ki, cinsiyyət xromosomları cinsiyyəti müəyyənləşdirir. Düzdürmü? Orada cinsi əlamətlər var. Amma yalnız cinsiyyəti müəyyənləşdirmir. Mən sizə qadınların o intellekti ötürməyini dedim artıq. Deməli, orada bayaq dedim ki, 1100-ə qədər gen yerləşə bilər X xromosomunun üzərində. Demək ki, bir başqa əlamətləri müəyyən eləyən genlər də cinsiyyət xromosomlarının üzərində yerləşə bilər və bunlar cinsiyyət xromosomlarında ilişikli qruplar əmələ gətirir. Həmin genləri biz adlandıracağıq cinsiyyətlə ilişikli genlər və onların nəslə ötürülməsini adlandıracağıq cinsiyyətlə ilişikli irsiyyət. Biz indi burada pişiklər üzərində sizə heç vaxt məsələdə deməyəcək, pişiklərin rəngi X xromosomunun üzərindədir. Heç vaxt deməyəcək. Çünki dərslikdə onu verib. Siz yadınızda saxlayın ki, pişiklərdə rəng geni, rəng əlaməti məhz X cinsiyyət xromosomunun üzərində yerləşir. Ona görə də biz təbiətdə ala-bula erkək pişik görə bilməyəcəyik. Ala-bula pişiklərin hamısı dişi pişiklərdir. Gəlin görək niyə belə olur. Deməli, məməlidir də pişik, düzdürmü? Qoy buradan yazım. Bunu təmizləyək. Səliqəli olsun. Aha. Deməli, pişiklər məməlidir. Deməli, dişi pişiyin cinsiyyət xromosom dəsti XX-dır, erkək pişiyinki də XY şəklindədir. Düzdürmü? Və rəng geni də X xromosomunun üzərində yerləşir. Və tutaq ki, mən rəng genini A hərfi ilə işarə eləyirəm. Və diploid orqanizmlərdə bir əlamət neçə genlə idarə olunur müəllimlər? 2 genlə. Bəli, 2 genlə. Deməli, o 2 dənə A genini daşımalıdır ki, rəng əlaməti üzə çıxsın. X xromosomunun üzərində böyük A genlərini qeyd elədim, rəng genlərini. Bu pişiklər olacaq qara rəngdə dişi pişiklər. X üzərinə yazıram Hüya, Çiya. Belə olan təqdirdə həmin dişi pişiklər ala, bula olacaqlar. XX xromosomunun üzərinə kiçik A yazıram. O pişiklər isə sarı rəngdə olacaqlar. Deməli, dişi pişiklər 3 genotip və 3 fenotip əmələ gətirə bilir rəngə görə. İndi gəlin erkəyə bax. Erkəyin heterogamit olduğu üçün neçə dənə X-i var müəllimlər? Bircə dənə. Y xromosomu rəng genini daşıya bilərmi? Bilməz. Dedik ki, rəng əlaməti X xromosomu ilə ilişiklidir. Yəni, X xromosomunun üzərindədir. Y-in ona dəxlisi yoxdur. Y-in ondan belə deyə xəbəri yoxdur. Y-ə maraqlı deyil o. Ona görə də erkək fərddə X-in üzərində böyük A geni yerləşdirib bircə dənə genin olması kifayət olacaq ki, bu erkək pişik nə rəngdə olsun müəllimlər? Qara. Bəs əgər o X xromosomu öz üzərində kiçik A genini daşısa nə rəngdə olacaq? Sarı. Müəllimlər, ala-bula erkək pişik ola bilərmi? Olmaz. Yox, olmaz. Çünki eyni vaxtda həm böyük yanı, həm kiçik yanı daşıya bilmir.
Bu yazığın cəmi bircə dənə x-i var. 2x-i yoxdur axı, 2 dənə A-nı necə daşısın? Birini daşıya bilər. Ya böyük yanı daşıyar, bu zaman qara olacaq, ya da kiçik yanı daşıyar, bu zaman sarı olacaq. Deməli, rəngə görə pişiklər neçə növ genotip verə bilir müəllimlər? 2 növ. Neçə növ Bəli. fenotip verə bilir? Yenə 2 növ. Genotip x böyüyə y, x kiçiyə y. 2 genotip, fenotip qara, sarı. 2 növdə fenotip verir. Vəssalam. Sizə məsələ şərtlərində heç vaxt deməyəcək x-in üzərindədir. Bunu əzbərə yadınızda saxlayın. İndi gəlin keçək insan üzərindən danışaq. Bəzi əlamətlər X xromosomunun üzərində yerləşir, insanda da və ilişikli olaraq X xromosomu ilə birlikdə nəslə ötürülür. Hansıdır bunlar? Bura aiddir hemofiliya xəstəliyi, daltonizm xəstəliyi, əzələ atrofiyası və ya bəzi ədəbiyyatlarda distrofiyası da yazıla bilər. Fərqi yoxdur, eyni anlama gələcək. Onun da bir çox növləri xromosomu ilə ilişikli olaraq nəslə ötürülür və X xromosomunun yəni üzərində yerləşir. Nədir hemofiliya? Əvvəlcə hemofiliya haqqında danışaq. Hemofiliya qanın normal laxtalana bilməməsidir. Bu həyati təhlükəli bir xəstəlikdir. Yəni adi bir barmağı bıçaq kəsirsə, qan itirmədən insan ölə bilər və ya dişini çəkdirəcəksə, bu insana əvvəlcədən 100 cürə iynə vurulur, o xəstəxanaya yatırılır. Çünki əvvəlcədən qeyd edilməlidir də o ki, mən hemofiliya xəstəsiyəm. Və bu üç xəstəliyin üçü də istəyir daltonizm xəstəlik deyil zaten. İndi danışacağıq o barədə. Bu əlamətlərin üçü də resessivdir. Resessivdirsə, deməli, mən onu hemofiliya genini kiçik H hərfi ilə işarə eləyə bilərəm. Düzdürmü? Və qadınlar 2 ədəd X cinsiyyət xromosomuna sahib olduğu üçün o hər 2 kiçik H genini daşımalıdır ki, xəstə olsun. Adətən onu da deyim ki, müəllimlər sizə, siz həyatda çox az hemofiliyalı qadına demək olar ki, rast gələ bilməzsiniz. Bu özü də belə təbiətin bir belə deyim bioloji uyğunlaşmasıdır. Qadınlar adətən embrional dövrdə elə məhv olurlar. Yox, əgər təsadüfən salamat qalırlarsa da ilk menstruasiya siklini keçirdəndə 10-12 yaşında qan itirmədən həyatlarını dəyişirlər. Ona görə siz adətən hemofiliya xəstələrini kişi olduqlarını görəcəksiniz. Qadın nə zaman belə ola bilər? Bu zaman ki, X kiçik H genini anasından, X kiçik H genini də atasından alsın. Amma təbii ki, bu zaman ata mütləq xəstə olacaq müəllimlər. Niyə? Çünki ata bir X-i var axı, düzdürmü? X, Y. Deməli, onun bircə dənə H daşımaq şansı var. Şans mı deyim, şanssızlıq mı deyim? X kiçik H genini daşıyanda X kiçik H, Y. Bu xəstə kişidir. Bu hemofilik kişidir. Əgər qız uşağı xəstədirsə, atası 100% xəstədir. Çünki qız atasından bir dənə X-i mütləq atasından alıb, bu xəstə genin birini mütləq atasından alıb, o birini kimlə alıb? Anasından. Anası daşıyıcıdır. Çünki bayaq dediyimiz kimi hemofiliyalı qadın o ana olacaq yaşa gəlib çata bilmir heç vaxt. Ana daşıyıcıdır. X böyük H, X kiçik H. Əlamət resessiv olduğuna görə kiçik H geninin olması, hakim genin, dominant genin üzərində, bu genin üzərində hakimiyyət göstərməsi onu öz əlamətini üzə çıxartmağa imkan verməyəcək. Bu qadın fenotipcə sağlam olacaq, amma daşıyıcıdır. Xəstə geni neynir? Daşıyır. Və onun xəstə kişi ilə nikahından, baxın, bu da xəstə kişi. Buradan xət çəkin, səliqəli olsun. Güya səliqəli oldu. Bu mənə neçə tip qamət verər müəllimlər? X böyük H, X kiçik H. Bu mənə neçə qamət verər? X böyük H, Y. Qamətlər mayalanma zamanı neynir? Təsadüfi olaraq birləşir. Əgər bu ikisi birləşsə nə yaranar? X böyük H, X kiçik H. Bu kimdir müəllimlər? Bu qızdır. Necə qızdır? Daşıyıcı qızdır. Bəli. Əgər bu qamət bu spermatozoidlə birləşərsə nə yaranar? X böyük H, Y. Bu kimdir? Oğlandır, sağlam oğlandır. Bəli.
sağlam oğlan. Əgər bu yumurta hüceyrə bu spermatozoidlə birləşərsə nə yaranar? X kiçik H, X kiçik H. Bu kimdir müəllimlər? Xəstə qızdır. Və əgər bunlar birləşərsə nə yaranar? X kiçik H, Y. Bu kimdir müəllimlər? Xəstə oğlandır. Deməli, daşıyıcı qadınla xəstə kişinin nikahından həm daşıyıcı qız dünyaya gəldi, həm sağlam oğlan dünyaya gəldi, həm xəstə qız dünyaya gəldi, həm də xəstə oğlan dünyaya gəldi. Burada daşıyıcı olmayan sağlam qızın dünyaya gəlmə ehtimalı olmadı və gördüyümüz kimi xəstə uşaqların doğulma ehtimalı xəstə qız da var, xəstə oğlan da var. 50%dir və xəstə oğlanın dünyaya gəlmə ehtimalı bu 1/4 ehtimalla 25%dir. Xəstə qızın doğulma ehtimalı 1/4 ehtimalla 25%. Yəni bunlara fikir verin. Xəstə uşaq deyirsə, qızda oğlanını götürün. Xəstə qız deyirsə, oğlan deyirsə ayrı-ayrı. Daha burada 2/1-ə vurmağa ehtiyac yoxdur. Sizə cinsiyyət xromosomu ilə ilişikli olduqda artıq oğlan və ya qız olması görsənir buradan. Ona görə bu tip məsələlərdə, yəni cinsiyyət xromosomu ilə ilişiklidirsə, siz onları 2/1-ə autosom xəstəliklərdə hesablama aparanda vurarsınız 2/1-ə. Burada ehtiyac yoxdur. Yəni bu tip məsələlər qarşınıza çıxarsa müəllimlər, mənə elə gəlir ki, siz rahatlıqla həll eləyə biləcəksiniz. Bura qədər kimin sualı var müəllimlər? Günxanım, Hər şey ayrıca aydın. üzr istəyirəm. Buyurun. Ayrıca oğlan qız soruşsa, məsələn, oğlanlardan xəstə olma ehtimalı artıq biz oğlanlara baxırıq. Bəli, əla, çox sağ olun Aysel müəllimə, qəşəng dedi. Və əgər sizə deyərsə, oğlanların xəstə olma ehtimalı, doğulan oğlanların xəstə olan, siz artıq 4 uşağa da yox, 4 formaya da yox, siz ikisinə ancaq oğlanlara baxırsınız. Bu da Onda 50% oğlandır. Bəli, onda deyəcəksiniz ki, oğlanların 2/1 ehtimalla xəstə olacaq. Bəli, çox diqqətlə yanaşırsınız məsələnin şərtinə. Nə deyir, ona baxırsınız. Bəli, doğrudur. Çox sağ olun Aysel müəllim, təşəkkür edirəm. Siz sağ olun. Günxanım. Davam eləyək müəllimlər. Deməli, bu tip məsələlər sizə deyə bilər, ana daşıyıcıdır, ata sağlamdır. Onda artıq ana daşıyıcıdır yazırsınız. Necə yazacaqsınız? X böyük H, X kiçik H. Ata sağlam. Necə yazacaqsınız? X böyük H, Y. Və buradan nə alınır? Artıq onlara baxırsınız. X böyük H, X böyük H. Buradan sağlam qız dünyaya gəldi. X böyük H, Y. Buradan sağlam oğlan dünyaya gəldi. X böyük H, X kiçik H. Daşıyıcı qız. X kiçik H, Y. Xəstə oğlan. Fikir verirsiniz, ata sağlam olanda xəstə qız dünyaya gəlmir. Amma xəstə oğlan dünyaya gəlir. Ümumiyyətlə bunu da yadınızda saxlayın. İndi vaxtımız qalsa bir neçə tərtib elədiyim məsələ növlərinə də baxarıq. Yadınızda saxlayın ki, homoqamətlərdə cinsiyyətlə ilişikli resessiv əlamətlərin üzə çıxma ehtimalı azalır. Bax, tutaq ki, hemofiliya geninin rast gəlmə tezliyi 0,1-dir. Deməli, bax, kişidə bir dənə X var axı, düzdürmü? Deməli, o 0,1 ehtimalla üzə çıxacaq. Amma qadının xəstə olmağı üçün X kiçik H, X kiçik H, 2 dənə H olmalıdır. 0,1-i vurun 0,1-ə neçə eləyir? 0-dan %1. Görürsünüzmü? Azaldı ehtimal, 10 dəfə azaldı. Bəli, həmçinin qadında o şansdır ki, 2 dənə X olduğuna görə biri əgər kiçik xəstə geni daşıyırsa, o biri sağlam gen daşımaqla artıq icazə verməyəcək xəstəlik üzə çıxsın və fenotipcə sağlam olacaq. Amma kişinin bu şansı yoxdur. Kişinin bircə dənə X-i var. Y-də o əlaməti daşımır. Yəni, bax, bu geni ört-basdır eləməyə, belə deyim, üzə çıxmağa, qoymamağa başqa bir gen yoxdur. Şansı yoxdur, yolu yoxdur. Şansı yoxdur, yolu yoxdur, bəli. Ona görə də kişilər daha çox belə əlamətlərdə xəstə olurlar. Daltoniklər, fikir verin, kişilərin çoxu daltonikdir. Rəngi seçmirlər. Daltonizm ilk dəfə John Dalton tərəfindən
deməli, öz bacı qardaşlarında müəyyən olunub. Sonradan başa düşüb ki, özündə də var bu əlamət. Rəng korluğudur bu müəllimlər. Onun özünün formaları var. Elələri var, qırmızı rəngi seçmir. Eləsi var, sarını seçmir. Adətən belə insanlara prava, nə deyirlər ona, sürücülük vəsiqəsi də vermirlər. Demək, bu nədir? Bizim gözümüzdə reseptorlar var. Çöpcüklər və kolbacıqlar. İndi insan üzərindən danışanda daha geniş danışacağıq. İnsan bölməsinə keçəndə çöpcüklər toran işığın, kolbacıqlar isə gör işığın və həmçinin də rəngli görməni müəyyən edən reseptorlardır və onların tərkibində yadopsin var. Yadopsinin tərkibi, yodopsinin də tərkibi opsin zülaldır. Həmin o zülalı müəyyən eləyən, nəzarət eləyən gen öz funksiyasını yerinə yetirmir. Həmin gen də hardadır? X-in üzərində. Şansa bax, X-in üzərində olduğu üçün kişilərin də bir dənə X-i var. O bir dənə kiçik D-ni daşımaqla kişilər nə olur? Daltonik olur. Və Dalton da sonradan başa düşür. İnsan özündə olanı bilə bilmir axı müəllimlər. Öz qardaş bacılarını görür ki, bunlar yox, onun şərəfinə sonradan daltonizm adlanıb da, John Daltonun şərəfinə. Sonradan özü də bilib ki, özündə də var imiş bu əlamət və rəng korluğu xəstəliyi demək onun şərəfinə daltonizm adlanıb və onu müəyyən eləmək üçün, bax, bu da 9-cu sinif dərsliyindədir. Müəllimlər, qoy onu da göstərim sizə. Bax, belə bir test var. Buna deyirik polixromatik test. Ola bilər, hardasa qabağınıza çıxar. Deyər, polixromatik test nədir? Yəni, karıxmayın da, çaşmayın. Bu 9-cu sinifdə var bu barədə. Poli çox deməkdir. Xroma da nə deməkdir? Xromosom sözündən də bilirsiniz, rəng deməkdir. Yəni, bu rəng korluğunu müəyyən eləmək üçün bir testdir. Normal görənlər burada rəngləri görürlər, müəyyən eləyə bilirlər. Amma rəng koru olan insan isə, baxın, burada başqa heç nə görmür. Deməli, bu insan hansı rəngləri seçmir? Qırmızı və yaşıl rəngləri seçə bilmir. Və bu testdən, polixromatik testdən istifadə edərək bunu müəyyən edirlər. İndi Y-lə xromosom ilişikli xəstəliklərə keçməmişdən öncə bir də istəyirəm sizə daha bir xəstəlik haqqında, X xromosomu ilə ilişikli ötürülən daha bir xəstəlik haqqında da məlumat verim. Müəllimlər, daltonizmin məsələlərinə ona görə yazmadım ki, eyni bax bu cürdür. Necə ki, hemofiliyanı necə həll elədik? Sadəcə olaraq orada H-ın yerinə D yazacaqsınız da. İstəyirsiniz A yazın, ki, sizindir, şərti işarədir. Sadəcə olaraq adətən belə qəbul olunub ki, baş hərfi ilə işarə eləmək, kiçik D ilə işarə eləyəcəksiniz daltonizm əlamətini, böyük D ilə işarə eləyəcəksiniz normal görmə əlamətini. Çünki daltonizm əlaməti, rəng korluğu əlaməti də resessivdir. X-la ötürülən resessiv xəstəlikdir və belə bir xəstəliklərdən biri də əzələ distrofiyası və ya atrofiyasıdır. Letal, yəni ölümə səbəb olan xəstəlikdir. 20 yaşına qədər adətən yaşayır bu insanlar. Bu xəstəlik zamanı əzələlər olduqca zəif olur və hərəkət etmək qabiliyyəti olmur bu insanların. Səbəb əzələlərin işləməsini, bəli, tənzimləyən bu zülal ki var, həmin zülalın sintezinə nəzarət eləyən genin öz funksiyasını yerinə yetirə bilməməsidir. O da harda yerləşir? Yenə də X xromosomunun üzərində yerləşir. Və belə insanlar da yenə adətən görəcək ki, oğlanlardır, kişilərdir. Çünki onların bayaq dediyim, daltonizm haqqında dediyim, hemofiliya haqqında dediyim hamısı bunlar üçün də keçərli olacaq. İndi bir də gəlin Y xromosomu ilə ilişikli xəstəliklərə baxaq. Keçək bura. Aha. Buradan. Bunları dedik də müəllimlər, düzdür? Biz sizə bu haqda məlumat verdik. Bu barədə də danışdıq. Bir də Y xromosomu ilə ilişikli ötürülən xəstəliklərin adını sizə 9-cu sinif dərsliyində veribdir. Ona görə bunu da əzbərləyirsiniz. Hansıdır bunlar? Qulaqda tüklülük, dərinin balıq dərisi kimi pulcuqlu olması, bir də bu kitabda yoxdur, amma bəzi testlərdə, əlavə testlərdə qabağınıza çıxa bilər. İkinci və üçüncü ayaq barmaqları bitişik olur. Bitişik barmaqlılıq deyirlər buna. Bu xəstəlik deyil, amma əlamətdir də. Bu əlamətlər, bu üç əlamət Y xromosomunun
homoloji olmayan sahəsində yerləşir. İndi mən sizə danışacağam. İndi X xromosomunun üzərində dediklərim də X-in homoloji olmayan sahəsində idi. Homoloji olan və olmayan sahələr haqqında indi məlumat verəcəm sizə. Ona aid məsələ nümunəsinə də baxacağıq dərsin sonuna yaxın. Və Y-də də bax bu dediyim bu 3 əlamət Y xromosomunun X-la homoloji olmayan sahəsində yerləşir. Ona görə də bu əlamətin qız atada varsa əgər, qız övladlarına ötürülmə ehtimalı müəllimlər neçə olacaq? 0 Kənan xanım. Sıfır. Y-lə. Bəli, ata o qızına Y köçürərmi? Yox, ata qızda XX-dir, Y nə gəzir? Bəs oğluna ötürmə ehtimalı? 100%. 100%. Çünki oğlun xromosom dəsti nədir? XY. Anasından nəyi alıb? X-i. Atasından mütləq Y-i almalıdır ki, oğlan dünyaya gəlsin də kişi cinsiyyətində olsun. Ona görə də əgər atada bu əlamətlər varsa, oğul övladlarına 100% ötürüləcək. Qız övladlarına isə keçirilmə ehtimalı 0%-dir. Bir dənə bu kitabla qutaraq. Ondan sonra mən sizə o homoloji olan, olmayan sahələri də izah eləyəcəm. Çünki mən istəmirəm dərslikdə bilirsiniz ki, heç bir şeyin üzərindən keçmirik biz. Hər bir şeyinə, hər bir detalına fikir veririk. Xəstəliklərə qarşı irsi meyillilik nə deməkdir müəllimlər? Bu o deməkdir ki, bu xəstəliklər əslində irsi deyil, amma irsi meyillilik olur. Necə ki, xərçəng haqqında yadınızdadır, ontogenezdə danışanda demişdik. Yəni, insan düşdüyü mühitdən asılı olaraq, həyat şəraitindən, qarşılaşdığı stres faktorlarından, qidalanmasından, bir sözlə həyat tərzindən asılı olaraq bu xəstəliyə tutulma şansı var, ehtimalı var, əgər nəsildə varsa. Və belə xəstəliklərə diabeti misal göstərib, amma dərsliyimizin başqa bir mövzusunun içərisində onu da deyim ki, diabeti irsi resessiv xəstəlik kimi də göstərib. Yəni onu da qeyd edeyim sizə. Hipertoniya bu irsi deyil, amma irsi meyillilikdir. Əgər siz 40 yaşına qədər idmanla məşğul olmamısınızsa, qəşəng yağlı yeməklər yemisinizsə, kefdə, yeməkdə, içməkdə olmusunuzsa və nəsildə də bu varsa, xüsusən də analarda varsa, mütləq 40 yaşından sonra xanımlarda belə deyək də, üzə çıxma ehtimalı çox böyükdür, böyük bir riskdir. Miqren kimi, eynən. Ona görə hipertoniyaya da irsi meyillilik sayılır, mədə yarası, bunlar irsi meyillilik olan xəstəliklərdir. Yəni, həyat tərzinizdən asılı olaraq sizdə üzə çıxa da bilər, çıxmaya da bilər. O sizə bağlı bir şeydir. Ətraf mühit faktorlarından, qidalanmadan, streslə nə dərəcədə təmasdasınız və s. bunlar önəmlidir. Və burada da tibbi genetik məsləhət də nədir? Bilirik ki, artıq qohum nikahlar da qadağan olunub. Çünki resessiv xəstəliklər adətən sıxıcı olur. Qohum insanlar evlənəndə də o 2 dənə resessiv birləşir, uşaqda üzə çıxır. Ona görə qohum nikahlar qadağan olundu. Həmçinin də mütləq nikahdan öncə analiz verilir. Yəni bir sıra irsi xəstəliklərin üzə çıxma ehtimalı belə deyək də qərarlaşdırılır. Ondan sonra da keyf həmin insanların istəyir evlənsinlər, istəmir evlənməsinlər. Davam eləyək. Müəllimlər, bir də sizə buradan nəyi izah eləmək istəyirəm. Baxın, müəllimlər. Bir dəqiqə, mən bir dənə vərəqimə baxım, sizə nəyi deyəcəm buradan. Məsələ həllərinə baxacağıq, amma məsələdən öncə, bax, bunu sizə izah eləmək istəyirəm. Deməli, müəllimlər, bax, bu bir kişinin cinsiyyət xromosomlarıdır, düzdürmü? X, Y cinsiyyət xromosomları. Və diqqətlə baxanda görürsünüz ki, bu XY cinsiyyət xromosomu homoloji cüt əmələ gətirmir. Bu 9-cu sinif dərsliyinin də cümləsidir ya müəllimlər. 9-cu sinifdə deyir ki, kişilərdə cinsiyyət xromosomları homoloji cüt yaratır. Amma onların, baxın, homoloji sahələri var. Və bir də homoloji olmayan sahələri var. Deməli, əlamətlərin, bu homoloji sahələrində yerləşən əlamətlərin bir-biri ilə konjugasiya edəndən sonra Fossingover etmək ehtimalı var. Yəni,
gen mübadiləsi gedə bilər bu homoloji sahələrdə. O zaman nə nəticə çıxardırıq? Homoloq sahələrdə X və Y cinsiyyət xromosomlarının homoloq sahələrində yerləşən genlərin qız və ya oğlan övladlarına ötürülmə ehtimalı sizcə necə olacaq müəllimlər? Olacaq da 100% olmaz amma olacaq. Aha, bəli, autosom xromosomlarda olduğu kimi, bəli, qız Bəli. övladına da ötürülə bilər. Oğlan övladına da eyni ehtimalla 50% ötürülə bilər. Amma Bəli. homoloq olmayan sahələrdə yerləşərsə genlər, bu zaman əgər X xromosomunun üzərindədirsə, bu əlamət oğluna ötürülmə ehtimalı neçə faiz olacaq müəllimlər? 100% deyək ki. Çünki X 0%. 50%. Sıfır. Niye sıfır? Kaçdan? Niye Bəli. sıfır? Niye? X-lə Y-in homoloq hissəsi, homoloq olmayan hissəsidir də. Bəli. Oğlan Deməli, ata oğluna X ötürmür müəllimlər. X Bəli. ötürmür. Deməli, o Mən şəxsən sahədə... elə qadın kimi Hə, fikirləşdim, ona hə, görə hə, hə. çəkdim. Bildim Aysemə. Olan şeydə narahat olmayın. Deməli, bax, burada olan əlamət homoloq, X-in homoloq olmayan sahəsində olan əlamət atadan oğula ötürülmə ehtimalı 0. Bəs qızına ötürülmə ehtimalı? Qızına 50%. ötürmüş. X-i bəli 100%. 100%. Bəli, ata mütləq qızına, qızın 2 dənə X-i var, XX-dır, düzdürmü? Birini anasından alıb, birini mütləq atasından alıbdır. Deməli, atasından alıbsa, o homoloq olmayan sahədəki genlər ötürüləcək atasından qızına. Doğrudur. İndi baxaq, Y-in homoloq olmayan sahəsində tutaq ki, bir gen yerləşir. İndi məsələ verib, sizdən cavabını digər müəllimlərdən soruşacağam. Görək necə başa düşdük. Tutaq ki, Y-in bax bu homoloq olmayan sahəsində bir gen var. Onun oğluna ötürülmə ehtimalı neçə faizdir? Y ötürürdü ancaq 100%. Bəli, 100% olur. 100%, bəli. Çünki mütləq o oğluna Y ötürəcək. Və orada olmayan, məsələn, bayaq saydıqlarımız qulaqda tüklülük, dərinin balıq pulcuğu kimi pulcuqlu olması, bitişik Süper. barmaqlılıq, ayaqda 2 və 3-cü barmaqların bitişik olması. Bunları biz heç vaxt qızda görməyəcəyik. Belələri ancaq oğlanlarda. Atada varsa 100% oğluna bunu ötürəcək. Çünki homoloq olmayan sahədədir və burada X-la aralarında gen mübadiləsi etmək ehtimalları yoxdur. Homoloq olmayan sahədə gen mübadiləsi gedərmi? Getməz. Getməz. Bəs qızına ötürülmə ehtimalı? Homoloq olmayacaq 0%. 0, bəli. Amma indi homoloq sahədədirsə, gəlin baxaq. Gəlin bir dənə nümunə baxaq. Mən buradan bir rəngi dəyişim, qırmızı olsun, qəşəng olsun. Tamam. Müəllimə, Bəli, Qumru müəllimə. belə bir şey soruşa bilərəm. Burada Buyurun. X, Y-də homoloq sahələrdə olan Aha. genlər dedik. Aha. Yalnız X-də olan homoloq sahəsində olan gen həm qıza, həm oğlana ötürüləcək, yoxsa İndi o suala siz özünüz cavab verəcəksiniz, Qumru müəllim. Bağlamayın mikrofonu. Bax ki, burada bax bu X-in homoloq olmayan sahəsində bir dənə böyük M geni var. Qəşəng yazdım müəllimlər M-i. bəs Hə, mənim Bəli. səliqəmdən yoxdur, dünyada tapa bilməzsiniz. Burada da yenə də homoloq olmayan sahəsində bir dənə də böyük N geni var. Və həmin o X xromosomunun üzərində indi homoloq sahəyə keçdim. Bax, burada bir dənə böyük H geni var. Bir dənə böyük H geni var. Bir dənə də kiçik S geni var. Hə? İndi keçirəm Y-ə. Onun da yenə homoloq olmayan sahəsində Y-in bir dənə böyük T geni var. Bir dənə böyük H geni var. Bir dənə də buradan yuxarıdan bir də tutaq ki uzundur da siz elə hesablayın mən indi yerləşdirəmədim. Bir dənə də kiçik D geni.
Homoloq sahəsində müəllimlər qarşı lokus olduğuna görə burada P-dirsə, burada müəllimlər nə dayanacaq? Kiçik P. P ola bilər. Kiçik P də ola bilər, böyük P Bəli. də ola bilər. Tutaq Böyük ki, P də olsun ola bilər. kiçik P. Bəli. Tamam. Sizin gözəl xətriniz üçün olsun kiçik P. G-nin qabağında nə dayanacaq? Orada da G. kiçik də ola Bu bilər, böyük G. də. G. Bəli, indi bu da olsun yaxşı. Bu da sizin xətrinizə böyük G olsun. Aha, S-in də qabağında yenə də bu kiçik S-dir. Qoy bu da olsun Bəli. böyük S. Tamam. Bu da olsun böyük S. Ay Allah, səliqəmə bax. Tamam. Oldu. Hə, indi Qumru müəllimə zəhmət olmasa deyin mənə. Bəli. Atanın, bu atanın xromosomlarıdır da, düzdürmü? Tamam. Hansı genlərində baş verən mutasiyalar yalnız oğluna ötürüləcək? Müəllimə, Y-in o homoloq olmayan hissəsində D, T, bir də H-da olan. Onlar Aha, yalnız oğluna ötürüləcək. tamam. İndi sualı belə verirəm. Atanın hansı genlərində baş verən mutasiyalar yalnız qızına ötürüləcək? M-lə N-də olanlar yalnız qızına ötürüləcək. Aha, böyük M və böyük N yalnız qızına ötürüləcək. Tamam. İndi sual verirəm. Qızının, bu kişinin, bu kişinin dünyaya gələcək qızının kiçik P genotipli olma ehtimalı varmı? P. Çünki Y xromosomu qıza ötürülmür. İndi Qumru müəllimə, bir dənə bura baxın. Bura nə yazılıb? Homoloq sahələr. Homoloq sahə. Orada crossing Homoloq over sahə getmək var. arasında crossing over gedə bilərmi Qumru müəllimə? Bəli. Bəli, bəli. Bəli. Deməli bu Bəli. P, bu balaca P bura keçə bilərmi? Bəli, keçə bilər. Ay sağ ol. Bu balaca P bura keçdi, bu böyük P də bura keçdi. Yerin dəyişdilər. Bəli. Deməli bu balaca P ki anada da balaca P daşıyır X. Deməli Aha. oğlan qız kiçik P fenotipli ola bilərmi? Bəli, ola bilər. Ola Crossover bilər. gedir deyə. Bəli. Gördünüz? Qumru müəllimə indi Bəli. aydın oldu. Bəli. Deməli, müəllimə, homoloq Aha. sahələr sahələrdə olan genlər həm oğlanda, həm qızda 50-50% Eyni ola ehtimalla. bilər. Eyni ehtimalla. Autosom eynən düppədüz. Əla. Əla Bəli, Qumru başa müəllim. düşdüm. Çox sağ olun. Super, qəşəng. Siz sağ olun. Çox qəşəng. Lap yaxşı. Buna qədər müəllimlər kiməsə nəsə aydın olmayan bir şey varsa soruşa bilər. Hamıya hər şey aydındır. Nə Aydındır, gözəl. tamam. Super. Üzr istəyirəm, Əla. müəllimə, bizim dərsimiz nə qədər davam eləyəcək? Can, qurban olaram sizə tələsirsiniz. Yox, el maraqlanırdım. Yarısı bitirərik sizin xətriniz üçün. Allah razı olsun. Somatik yığımın qametində xromosom nətər olurdu? N+1. Onu bir də deyə bilərsiniz. Deyə bilərəm, niyə demirəm baş üstə. Deməli, somatik hüceyrələrdə xromosom müxtəlifliyi homoqametlərdə elə N qədərdir. Yəni, məsələn, insan üzərindən danışıramsa, qadının somatik xromosom müxtəlifliyi 23-dür. Bəs kişidə, müəllimə, özünüz deyin, kişidə neçə olar? Sual verəm müəllimə. Bilmədim, kim deyir ona görə. 23. Kişidə neçə olacaq somatik hüceyrədə xromosom müxtəlifliyi? 23. Yox, baxın kişiyə. Somatik hüceyrədə iki dənə cinsiyyət xromosomu var axı. Və bu cinsiyyət xromosomu sizə eyni mi verir, yoxsa müxtəliflik mi verir? Müxtəlif. Müxtəlif. Biri X-dır, biri Y-dir. Ona görə bir vahid artıq olacaq. Deməli, kişidə neçə müxtəliflik var Leyla müəllimə? 24. 24, super. Bütün heteroqametlərdə bunu düstur kimi yadınızda da saxlaya bilərsiniz, amma yəni məğzini də başa düşündə kör-köranə əzbərləməyin. 22 dənəsi autosom müxtəliflikdir. Bax, qoy balacalaşdırın bunu. Aha, baxın bu şəklə Leyla müəllimə. Baxın 22 dənəsi autosom. Bu ikisi birdir, eynidir, düzdürmü? Bax, dairəyə də alıram sizin üçün. Bax, ikisi bir müxtəliflik verdi. Cürdür də, bir cürdür. Bax, bu ikisi bir cürdür. O biri ikisi bir başqa cürdür. Cürləridir bunların, növləridir. 22 dənə müxtəliflik autosomdan gəldi. Amma indi kişiyə baxa, baba, bu kişinin cinsiyyət xromosomudur. Düzdürmü Leyla müəllimə?
Orada neçə müxtəliflik görürsüz Leyla müəllimə? X, Y müxtəlif Aha, olur da. 2 dənə. Bəli. 2 də Deməli siz 22-nin üstünə 2 gəlməlisiniz. O da neçə eləyir? 24. 24. 24 haploid saydan bir vahid artıqdır. Çünki insanın haploidi 23 da bir vahid Bəli. artıqdır. Ona görə onu distor şəklinə gətiririk və deyirik ki, homoqametlərdə xromosom müxtəlifliyi n, yəni haploid say qədər, heteroqametlərdə isə iki cinsi müxtəliflik olduğuna görə n plus 1 qədərdir. Bəli. Amma autoson müxtəliflik eynidir və qadında da, kişidə də deyirik 22-dir. Yəni haploid saydan bir vahid əskikdir. İstəyir homoqamet olsun, istəyir heteroqamet olsun. Haploidi neçədirsə bir çıxıram, deyirəm ki, filan qədər bunun autoson müxtəlifliyi var. Leyla Çox sağ müəllimə, olun. aydın oldu mu? Bəli. Siz sağ olun. Siz sağ olun. Lap gözəl, hamısı aydın oldusa, sonra sizə buradan nə deyəcəkdim? Demədiyim şey istəmirəm qalsın. Hə, gəlin, məncə hər şeyi demişəm sizə. İnşallah müəllimlər, gələn dərs qeyri-ailə genlərin qarşılıqlı təsiri keçəcək. Efistaz, komplementarlıq, çoxallelilik, polimeriya, onlar haqqında, qan qrupları haqqında danışacağıq. Bu dərs ancaq bunu öyrənərsiniz. Onlara hələ ki baxmayın. İndi sizə istəyirəm bir neçə dənə də nümunə suallar verim. Görək necə eləyəcəksiniz daha doğrusu. Bir dənə ağ vərəq götürək. Bunu buradan təmizləyək. Deməli, məsələ belədir. Deyir ki, fərz edək ki, müəyyən bir məməli heyvan növündə X xromosomu ilə ilişik və rüşeyimin məhv olub sorulmasına gətirən resessiv bir gen var. Deməli, X xromosomu ilə ilişik resessiv gendir və letal gendir, letal mutasiyadır, yəni məhv eləyir. Rüşeyim dövründə onu məhv eləyir, sorub məhv olmasına səbəb olur. Bu geni daşıyan dişi fərd ilə qeydiyyat aparın özünüz üçün. Bu geni daşıyan dişi fərd deyirsə, müəllimlər, onun genotipini necə yazacaqsınız? Biri böyük, X. biri Biri böyük, biri balaca olacaq. Daşıyırsa əgər. Və X-in üzərində, düzdürmü? Bəli. Bəli. Bəli, çünki deyir ki, X xromosomu ilə ilişik. Heç vaxt onu X-sız yazmayın. Deməli, X tutaq ki, yazıram. Böyük A, X kiçik A. Hə? Əlim öyrəşmişdi, başa haş yazırdım. Tamam, yazdım. Deməli, bu geni daşıyan dişi fərdi yazdım. Sağlam erkək fərdlə. Sağlam erkəyi necə yazın müəllimlər? Deyin Təkcə mənə böyük yazın. A olacaq. Aha. Aha, bəli, doğrudur Xədicə müəllimə. X böyük A, Y. Bu da oldu sağlam erkək fərd. İndi müəllimlər, deyin mənə, soruşur ki, deyir ki, alınan nəsildə dişi və erkək fərdlərin nisbəti nə cür olacaq? Deyin mənə, bu mənə neçə tip qamət verir? Hansılar? X böyük A, Ya, Bəli, doğru. o Bu da mənə X neçə tip? böyüyə Y. X böyük A. Tamam. Ondan bu birləşəndə nə olur? X böyük, X böyük. Sağlam qız, Ondan bu birləşəndə nə olur? sağlam oğlan, Sağlam, Tamam. bəli. Ondan bunu birləşdirsək nə olar? daşıyıcı Daşıyıcı, qız, Aha. Bundan bunu birləşdirsəm nə olar? xəstə xəstə oğlan. erkək. Xəstə oğlan. İndi Bayrağı deyir yoxdur. sizə ki, burada Hə, deyir, dişi və erkək fərdlərin nisbəti neçə olar? Nə cavab verərsiniz müəllimlər? Dişi və erkəyə nisbəti 2-nin 1-ə. Oğlan letaldır, öləcək. Bəli. 1'e olacaq. 2 dişi, 1 erkək. Demək dişinin biri sağlamdır, biri daşıyıcıdır, erkək də sağlamdır. Super. Bəli. Hə. Çox sağ olun Nuridə müəllimə. Düpbədüz. Doğrudur. Burada letal dediyinə görə və özü sizə deyir ki, bu rüşeyimin məhv olmasına səbəb olur. Deməli, bu yaşamayacaq. Siz onu hesaba qata bilməzsiniz. Burada 2 dişi fərd görürəm. Biri sağlamdır, o biri daşıyıcıdır. Bir dənə də erkək fərd görürəm. Zaten erkəyin daşıyıcı olma ehtimalı yoxdur. Əla, qəşəng. Dərsi qəşəng başa düşdük.
Süper. Tamam, o zaman bir neçə dənə də belə suallar verim sizə. Onunla da yekunlaşdırarıq. Əgər sualınız yoxdursa, probleminiz yoxdursa, yekunlaşdırarıq. Tamam. Qoy bir də bunu buradan baxım, sizi görüm. İndi gördüm sizi. Heç kimi də görməmək, hamının kamerası bağlıdır. Belə bir sual verirəm. Kişinin X xromosomunun homoloji olmayan sahəsində olan hər hansı bir əlaməti qızına ötürmə ehtimalı nə qədərdir? Mənə cavab versin Nuranə müəllimə. Bəli, Könül müəllimə. Homoloji olmayan sahəsindədirsə Könül müəllimə, onda kişidə X, Y-dir də, o qıza ancaq X ötürə bilər də. Ha, X-in də homoloji olmayan sahəsindədirsə o keçəcək də onda ona, yoxsa nə tər? O bəli, keçir də. bəli. Neçə faiz? Onda keçir ona 50%-lə. Niyə 50? Yoxsa Niyə 50? qız X də Könül müəllimə, biri anasından, biri atasından. Deməli 100% atasından alacaq da, ata o X-i mütləq ki qızına verəcək də, yox. Hə, o kişidə elə 100% özündədir, değil mi? Hə, onda elə Homoloji 100%. olmayan sahədədir də. Homoloji Bəli, olmayan sahədə də ötürəcək qızına. Deməli, qızına 100% ötürəcək. Bəli, aydındır Nuranə müəllimə? Bəli, müəllim, aydın. Tamam. Sualı belə verirəm. Kişinin X xromosomunda homoloji olmayan sahədə olan hər hansı bir əlamətin oğluna ötürülmə ehtimalı neçə faizdir? Bunu da mənə cavab versin. Buyurun, Qumru müəllimə, buyurun. Müəllimə, homoloji olmayan dediniz də, düzdür? Bəli. Homoloji olmayan deyirsinizsə, bəli, yalnız qızını ötürür deyə oğlana 0 gedəcək. Sıfır. Əla. Süper. Sizə də əla işarəsi. Bəli. Sağ olun. Doğrudur. Çox sağ olun Qumru müəllimə. Tamam. Sualı indi belə verirəm. Qadında X xromosomunda homoloji olmayan sahədə olan hər hansı bir əlamətin homoloji olmayan sahədə olan hər hansı bir əlamətin, bu dəfə qadının X-inin üzərindədir, qızına və ya oğluna ötürülmə ehtimalı nə qədərdir? 50%dir ikisinə də. 50-50. Bəli, Aynur müəllimə, doğrudur. Çünki qadın oğluna X-i X ötürür, həm də qızı qızına da X X ötürür. ötürür. Ona görə olaraq 50% ötürmə Bəli. ehtimalı var. Çox sağ olun Aynur müəllimə. Sağ olun. Süpersiz. Tamam, indi sualı belə verirəm. Oğlanın X xromosomunda homoloji olmayan sahə ilə ilişikli hər hansı bir əlaməti anasından alma ehtimalı neçə faizdir? Oğlanın X xromosomunda homoloji olmayan 100%. sahədə. 100%. Bəli, Vüsalə müəllimə. Niyə 100%? Çünki X anadan gəlir, Y atadan gəlir. Anadan gəlirsə deməli hamısını anadan al. Super. Bu atasından alma ehtimalı Vüsalə müəllim. Atasından alma ehtimalı da ki, X-də Y gələcək də bütün əlamətin atasından alacaq. Aha, 0%. Bəli. Atasından alma ehtimalı 0. Bəli. Qəşəng. Çox sağ olun Vüsalə müəllim. Təşəkkür. Siz də supersiz. Qızın X xromosomunda homoloji olmayan sahə ilə ilişikli bir əlamətini atasından və ya anasından alma ehtimalı nə qədərdir? Hər ikisindən ala bilər də, hə? Bəli, hər ikisindən. Elədir, ehtimallar bərabərdir. Atasından və anasından. Çünki bir dənə X-i birini atasından alır, birini anasından alır. Və bu ehtimal onlar da bərabərdir. Super. Dünyaya gələn qız resessiv bir əlamətə görə xəstədirsə, biz onun valideynləri haqqında nə deyə bilərik? Heteroqamit. Hər iki valideyndən alıb da resessiv geni. Həm Bəli, atadan həm anadan. doğrudur, Əminə müəllimə. Əla. Bəli. Valideynlər ya daşıyıcı olub, ya da valideynlərdən biri xəstə olub. Aha, yəni illaki valideynlərin hər ikisində bu gen var, düzdürmü? Bəli. Bəli, Çünki doğru. ortalıqda letal olmalı. Süpersiz, möhtəşəmsiz bir sözlə. Tamam. Maşallah. Maşallah, sayənizdə. həqiqət. Maşallah olsun. Öz sayənizdə, öz əziyyətinizdə. Dünyaya gələn oğlan bu əlamətə görə xəstədirsə,
Yəni resessiv bir əlamətə görə xəstədirsə. Demək, anası haqqında nə deyə bilərik bu oğlanın? Anası Daşıyıcıdır. Daşıyıcıdır da Haqqında məndə. Daşıyıcı ola olur bilər, da. xəstəlik ola Bəli. bilər. Bəli. Ya da bilər, amma mütləq ki, anasında bu gen Olmalıdır. Çünki Deyil. X-dadır bu xəstəlik, Y-da deyil. X kiçikdir, misal üçün Y-da, daltonik sayaq da, misal üçün. bəli, Bu anadan X gəlirsə, anada bu D olub ya hetero vəziyyətdə ya da xəstə vəziyyətdə. bəli. Eynən, doğru, doğru. Bəli. X xromosomunun homoloji olmayan sahəsi ilə ilişikli hər hansı bir xəstəlik X xromosomunun homoloji olmayan sahəsində ilişikli hər hansı bir xəstəlik qız və ya oğlanlarında nə cür müşahidə olunacaq? oğlanda 100%, Aha, Qızda da 50%. aha, bəli. Deməli, X xromosomu qızda da var, oğlanda da Oğlanda var. da var. Düzdürmü? İkisində də var. Bəs Oğlanda indi tamdır. Qızda ama Hı hı. yarısı atadan yarısı anadan Ay, olur. sağ. İndi deyin mənə, homoqamət qızda yoxsa oğlanda belə xəstəliklər daha çox üzə çıxacaq? Oğlanda. Oğlanlarda, Çünkü Y40, bəli. Y40 bir tane X var. Oradaki ortalığa çıkacak. Bir onda tam %1 ehtimal. Bəli, 0,1 və ya 0,1 10 dəfə çoxalır. Doğrudur, doğrudur. Tamam. O zaman gəlin bir dənə də keçən dəfə biz bunun izahını da vermişik. Video izahını. İndi yəqin ki kursda paylaşıb. Mən də öz YouTube kanalımda paylaşmışdım. Bilmirəm, indi YouTube kanalıma üzvsüzsə görmüsüz. İndi kimsə də görməyibsə, mən indi burada o sualı səsləndirəcəm. Kim istəsə cavablandırar. Yəni bu mövzumuza uyğun bir özümün tərtib elədiyim bir sualdır. Bu yaxınlarda onu da qeyd edim ki, müəllimlər, yəqin ki xəbəriniz vardır. Bizim Bakı Peşəkarlar Akademiyası ilə yeni kitabımız, test bankımız vəsaitimiz çap olunacaq. Bu mənim 3-cü həm müəllif olduğum test bankdır. İnşallah ki hamımız üçün faydalı. Kim alacaqsa, kim istifadə edəcəksə çox faydalı olsun, çox düşərli olsun. Və mən sevinirəm ki, bugünə qədər də o müəllifi olduğum test banklar həqiqətən imtahandan, sertifikasiyadan da sonra, miqdən də sonra o qədər mənə yazdılar ki, sizin kitablarınızdan işlədiyimiz testlərin sayəsində biz yaxşı nəticə göstərik. O mənim üçün böyük fəxrdir. İnanın ki, maddiyyatdan daha böyük insana motivasiya olur o mənəvi hisslər həqiqətən. Mən çox dua eləyirəm ki, yəni kimin üçünsə də əgər faydalı, zərrə qədər də olsun faydalı olubsa çox xoşbəxtəm. İnşallah ki, 3-cü vəsaitimizdə sizlər üçün, istifadə edənlər üçün uğur gətirəcək, bol şans gətirəcək. İnanıram buna. Və gəlin sualı da səsləndirim. Deməli, sual belədir. Quruda yaşayanlarda xromosom yığımı kəpənəklərin bəzi növlərində olduğu kimi olsaydı, yəni yadımıza salaq. Biz cümlələri tamamlayacağıq, amma öncə indi belə oxuyub getməyim də, belə etapla gedək. Sizin də beyninizdə oturursun. Bir dənə bunu təmizləyim buradan. Səliqəli qız olum. Çox səliqəliyəm axı. Hə. Tamam. Gəlin yadımıza salaq. Bugün keçdik o dərsi. Quruda yaşayanlarda xromosom yığımı necədir müəllimlər? Dişi heterogametdir. Dişilər. Erkəklər. Erkəklər isə heterodur. Bəli. Bəli. Necə ki insanda, necə ki drozofil Məməlidə. milçəkdə, bəli, məməlilərdə olduğu kimidir. Suda quruda yaşayanlarda da. Tamam. İndi əgər bu kəpənəklərin bəzi növlərində olduğu kimi olsaydı. İndi yadımıza salaq. Kəpənəklərin bəzi növlərində necə? Dişilərdə X, Y, erkəklərdə X. Tamam. Onda bunları silirəm. Dişiyə yazıram XY hetero, erkeğe yazıram XX. Daha necə olardı? Axı bizim bir kəpənək növümüz də var idi. Adı Güvək. X0 olur. Tamam. X0. Dişilərdə X0. X0. Erkek elə belə də olaraq. X0. Bəli. Tamam. İndi oxuyuram variantları. Biz bildik ki, yəni kəpənək kimi olsaydı belə olacaqdı. Erkəklərin cinsi xromosomları homoloji cüt əmələ gətirməz. Doğrudur yoxsa bu cümləni tamamlaya bilir, bilmir?
Yanlışdır Kənan, gətirər. Yanlışdır. Çünki gördüyümüz kimi erkək, baxın, homoloji cütdür də. Bu bəs nədir ki? X, X. Bəli. Homoloji cüt. Bu yaratmayıb. Bu yaratmayıb. Bu ki yaradıb. Deməli, bu cümləni tamamlamadı A variantı. B variantını oxuyaq. İşçiləri yalnız bir ədəd cinsi xromosoma malik ola bilər. Bu da səhvdir müəllim. İki cür. Y-də var çünki. Y də ola bilər. Ola Yalnız bilər dediğim- dediyi üçün yanlış deyil, düzdürmü? Yanlış Bəli, deyil doğrudur. müəllimlər. Ola bilər demir ki, illa ki belə olmalıdır. Elə demir, deyir ola bilər. Deməli bu doğrudur. Bəli, ehtimal Baxın, soruşun. bəli, bir Bəli. dənə X. Bu iki tip qamət, buna monoqamət deyirlər müəllimlər. Bu iki tip qamət verir. Əmələ gələn qamətin biri X cinsiyyət xromosomu daşıyır, o biri daşımır. Boşdur. A atosomu var. Tutaq ki, məsələn deyirəm, 4 dənə A atosomu var, amma cinsi xromosomu yoxdur. Və cinsiyyəti onlarda bax bu dişi fərd monoqamət olan müəyyən eləyəcək. Deməli, B doğrudur. X cinsi xromosomuyla ilişik resessiv bir əlamətin erkək fərdlərdə üzə çıxma ehtimalı artar. Doğrudur yoxsa yanlışdır? X cinsi Onsuz da xromosomuyla Onsuz da ilişik çıxırdı da yəni, artmaq deyil. Aha, artar. Aha, artmazdı. Düzdürmü? Biz bayaq Ha. nə dedik? Dedik ki, qadınlar XX olduğuna görə onlarda Ha. azaldı da hemofiliyanın üzə çıxma ehtimalı. Düzdürmü? Azaldı. Homoqamətlərdə azalır, artmır. Burada da axı erkək homoqamət oldu. Ona görə azalar desəydi doğru olacaq. olur. Artır dediği için bu yanlış oldu. O dəqiqə yadımıza salırıq. Hemofiliyanı, daltonizmi kişidə artmışdı. Kişinin bircə dənə X-i var idi. Dedi ki, o balaca geni ört-basdır eləməyə başqa heç kimi yoxdur, köməyi yoxdur. Ona görə də bəli, onlarda ehtimal heteroqamətlərdə artır, homoqamətlərdə isə azalır. Burada da erkək homoqamət olduğu üçün artmaz ki, azalar. Ona görə bu da yanlışdır. Sonra deyir ki, erkək fərdlər yalnız bir ədəd cinsi xromosoma malik ola bilər. Düz deyil? Düz demir. Dişi fərd bir ədəd cinsiyə malik oldu. Erkək yox. Erkəyin 2 dənədir. Bu da getdi. Erkək fərdləri cinsi xromosomla ötürülən əlamətə görə daşıyıcı olmaya bilər. Daşıyıcı olmaya bilərmi erkək fərd? Deyir, hamısında olacaq. Çünki Deyir. X- Axı 2 dənə X-i var. Bir daşıyıcı olacaq, bir dənə böyük H daşıyacaq, bir dənə kiçik H daşıyacaq, olacaq daşıyıcı. Bəli, deməli burada yalnız dişiləri, yalnız bir ədəd, B variantı burada doğru oldu. Dişiləri yalnız bir ədəd X cinsi xromosomuna malik ola bilər. Belə müəllimlər, mənə elə gəlir ki, hər şeyi dedik. Əgər yadımdan çıxan nə isə varsa yadıma salın. Sualınız varsa buyurun. Təşəkkür eləyirəm mən sizin hər birinizə, dərsdə iştirak elədiyinizə görə. Xoş oldu sizləri tanımaq. Hərçənd ki, çox da tanıya bilmədik bir-birimizi. Olsun, amma hər biriniz üçün faydalı olmasını diləyirəm. Hər biriniz üçün xeyirli olmasını diləyirəm. İnşallah ki, bir damcı da olsa kimlərəsə nə isə öyrədə bildimsə, nə xoş mənə. Çox sağ olun. Teşekkür edirik. Sağ olun. Sağ olun. Allah razı olsun. Sağ olun. Teşekkür Xeyrə edirik. qalsın. Sualınız varsa həqiqətən cavablandırmağa hazıram. Yoxdursa sağollaşaq. Çox sağ olun. Sağ olun. Təşəkkürlər. Gecəniz xeyrə qalsın. Xoş istirahətlər. Sağ olun. Sağ olun. Sağ olun.